Bunun ardından belə dedilər: Ey Zülkərneyn, Yəcüc və Məcüc burada fitnə fəsad törədirlər. Sənə bir ödəniş versək, bizimlə onların arasına bir sədd çəkərsənmi? Burada maraqlı olan isə Həzrəti Zülqərneyndən Yəcüc və Məcüc tayfasını yox etməsini istəməmələri, onların sadəcə həbs edilməsini istəmələridir. Həzrəti Zülqərneyn bunun üzərinə belə dedi: Mənə dəmir parçaları gətirin. Bu parçalar dağlarla eyni səviyyəyə çatanda körükləyin. Ta ki dəmir yığını od halına gələnə qədər əridilmiş mis də gətirin. Onun üzərinə töküm. Artıq onlar bu səddi nə aşa bilərlər, nə də onda bir dəlik aça bilərlər. Beləliklə, Həzrəti Zülqərneyn özündən kömək istəyən xalqa fitnə fəsad törədənlərə qarşı iki dağın arasında möhkəm bir sədd çəkərək yardım etdi. Həzrəti Zülqərneynin Yəcüc və Məcücü öldürməyib həbs etməsində isə dünyanın gələcəyi üçün bir imtahan gizli idi. Çünki səddin dağılması qiyamət əlaməti idi.